istifadə olunan müasir seleksiya metodları bölməsinin, seleksiyanın ilk sualına baxaq. Miçurin tərəfindən hansı bitkilərin çarpazlaşdırılması nəticəsində qış beresi armud sortu yaranmışdı? Qış beresi sortunda Bere Royal armudundan ata bitki kimi istifadə olunmuşdu. Ana bitki kimi isə yabani Ussuri armudunu seçmişdi seleksiyaçı. Ona görə cavabımız C variantı. İkinci sualda. Bitki seleksiyasında növlər arası hibridlərdə dölsüzlüyü aradan qaldırmaq üçün Karpachenko metodundan istifadə olunurdu və buna görə də xromosom sayı bir neçə dəfə artırılırdı. Cavabımız A variantı. Üçüncü, metodiki süni seçmənin formaları. Metodiki süni seçmənin iki forması var. Fərdi və kütləvi. Cavab Y. Dördüncü suala baxaq. Heyvanların əhəlləşdirilməsi təbii seçmənin ən çox hansı formasının təsirinin azalmasına səbəb olmuşdur? Stabilləşdirici seçmənin təsiri azaldır. Ona görə Y variantı. Beşincidə, heyvandarlıqda seleksiyanın birinci mərhələsi heyvanların əhəlləşdirilməsi idi. A. Altıncı, Vavilovun irsi dəyişkənlikdə homoloji sıralar qanununda deyilirdi ki, genetik cəhətdən yaxın olan eyni mənşəli növlər və cinslər oxşar irsə dəyişkənlik sırası ilə xarakterizə olunur. Bəli, bu doğrudur. Bu Vavilovun qanunu idi. 7. Bitkilərin seleksiyasında yaxın qohum çarpazlaşmanın tətbiq olunmasının məqsədi qohum çarpazlaşma əgər tətbiq eləyiriksə, o zaman oradakı əlamətlərin möhkəmləndirilməsini istəyirik. Alınmış hibridlərin dözümlüyünün artırılması, xeyr. Hibridlərdə mutasiya nəticəsində yeni əlamətlərin meydana çıxması, bu da aid deyil. Alınmış hibridlərin həyati qabiliyyətinin yüksək olması. Bu heterozigotlara aid, fərqli canlılara, yəni uzaq hibridləşmə və yaxud növlər arası hibridlərə aiddir. D. Heterozigot formaların alınması, xeyr. Arzu olunan əlamətlərin möhkəmləndirilməsi. Bəli, əlamətlərin möhkəmləndirilməsi yaxın qohum çarpazlaşmaya aiddir. 8. Bitki seleksiyasında növlər arası hibridlərdə dölsüzlüyü aradan qaldırmaq üçün Karpachenko metodundan istifadə edilərək xromosom dəsti bir neçə dəfə artırıla bilər. 9. sualda uzaq hibridlərdə dölsüzlüyün aradan qaldırılması üsulunu öyrənən alim bunu ilk dəfə hansı fəsillədən olan bitkilərdə istifadə etmişdi? Uzaq hibridlərdə, yəni bitkilərdə dölsüzlüyü aradan qaldıran Karpachenko olmuşdu ki, turp və kələmin hibridinin xromosom dəstini 2 dəfə artırmışdı və turp və kələmdə xaçiçəklər fəsiləsinə aiddir. Ona görə cavabımız Y variantı. 9. sual. Seleksiya zamanı əsasən fərdi seçmə tətbiq edilən bitki. Fərdi seçmə tətbiq edilən bitkilər əsasən öz-özünə tozlanma yolu ilə çoxalan bitkilərdir. Buna görə palıd kütləvi seçməyə məruz qalır. Çünki palıd küləklə tozlanır. Çovdar kütləvi seçməyə, qarğıdalı kütləvi, söyüd kütləvi seçmə tətbiq edilən bitkilərdir. Vələmir isə öz-özünə tozlanır və buna görə fərdi seçmə tətbiq olunur. 11. suala baxaq. Hansı alim ilk dəfə uzaq hibridləşmə nəticəsində alınan hibridlərin dölsüzlüyünü aradan qaldırdı? İlk dəfə bunu tətbiq eləyən 1924-cü ildə Karpachenko idi ki, bitkilərdə dölsüzlüyü aradan qaldırmışdı. 12. sual. Çarpazlaşması bioloji uzaq hibridləşməyə aiddir. Yerin coğrafi cəhətdən uzaq rayonlarının nümayəndəsi. Xeyr, bu yanlış ifadədir. Bir-birindən kəskin surətdə fərqlənən təbii zonaların nümayəndələrinin. Bunu da deyə bilmərik. Müxtəlif fəsillərin nümayəndələri. Bəli, ola bilər. Çünki ayrı-ayrı fəsillərin nümayəndələri, yəni qohum olmayan canlıları çarpazlaşdırıb uzaq hibridləşmə nəticəsində yeni bir canlı ala bilərik. 13. Çarpazlaşması bioloji uzaq hibridləşməyə aiddir. Burada da yenə eyni sualdır. Müxtəlif növlərin nümayəndələrinin. Çünki, məsələn, turp və kələmi götürək. Turp ayrı bir növdür, kələm ayrı bir növdür. Onları çarpazlaşdırır uzaq hibridləşmə nəticəsində. Buna görə 13-də A. 14. sualda
İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsi Ukrayna ağ səhra donuzudur. Sonra İvanov tərəfindən alınmış yüksək məhsuldar heyvan cinsi yenə Askania rambulesi idi. Bunlar İvanov tərəfindən alınmışdı. 16-da turpla kələmin döllü nəslinin əmələ gəlməsinə mane olurdu. Onların müxtəlif meyvə tipləri, xeyr, ikisinin də meyvəsi buynuz meyvədir. Sonra xromosom dəstlərindəki xromosomların fərqli sayı, ikisinin də diploid sayı 18-ə bərabər idi. Sadəcə bunların xromosomlarının ölçüsü fərqli olduğuna görə homoloji cüt əmələ gətirə bilmədilər. Meyoz prosesinin gedişi pozuldu. Ona görə xromosom sayını Karpachenko 2 dəfə bunları artırdı ki, homoloji xromosomlar bir-biri ilə meyoz prosesində birləşə bilsin. İndi xromosomların müxtəlif ölçü və forması olması, bəli, bunların arasında olan fərq idi və maneə yaradırdı. 17-ci sual. Seleksiyanın klassik üsulu deyil. Hibridləşmə, poliplodiya, mutageniz, bunlar seleksiyanın süni seçmə klassik metodlarıdır. Ancaq hüceyrə mühəndisliyi, transgeniz, bunlar yeni üsullardır artıq. 18-ci sualda heyvan seleksiyası metodları nə üçündür? Heyvan deyiriksə, burada cinslər alınır. Bitki deyiriksə, sort alınır. Mikroorqanizm deyirdiksə, ştam alınırdı. Lakin yadda saxlayaq ki, heyvan seleksiyasında alınan cinslər həmin o taksonomik vahidlərdə olan növ, cins, həmin cins deyil. Bu, növdən də kiçik kateqoriyaya aid olan bir cinsdir. Yəni, bu süni şəraitdə insan tərəfindən yaradılırsa, seleksiya nəticəsində. Yine biz bunu cins adlandırırıq, amma növdən kiçik vahiddir bu cinslər. 19-cu sualda öz-özünə tozlanan bitkilərdə hansının meydana çıxmasını gözləmək olar? Uzaq hibridləşmə üçün xromosom dəstinin artmasını. Xeyr, öz-özünə tozlanan bitkiyə bunun aidiyyatı yoxdur. B. Heterozigot fərdlərin alınmasının. Xromosom dəstinin çoxalmasının, xeyr, mutasiyaların sayının çoxalması. Öz-özünə tozlanırsa, mutasiyanın sayı əksinə azala bilər. Y. Saf xətlərin alınmasını, bəli, çünki öz-özünə tozlanan fərdlərdə və yaxud bitkilərdəsə öz-özünə tozlanan, heyvanlardasa imbridik, yəni qoxum çarpazlaşdırmada saf xətlərin alınmasına gətirib çıxarır. 20-ci sualda uzaq hibridləşmə üçün səciyyəvi xüsusiyyətlərdən hansılar həm bitki, həm heyvanlar üçün ümumi hesab olunmur? Növ arası hibridlərin əksərən dölsüz olması, bəli, növlər arası hibridlər əksəriyyətində dölsüz olur. Əgər bitkidirsə, onu biz xromosom dəstini artırmasaq, dölsüz olar. Heyvandırsa, bu dölsüz olacaq. Sonra B. Dölsüzlüyün aradan qaldırılması üçün əksərən poliplodiyadan istifadə olunması. Bəli, ümumi sayılmır. Niyə? Çünki biz bitkilərə poliplodiyanı tətbiq edə bilərik. Ancaq heyvanlara hamısına poliplodiyanı tətbiq edə bilmərik. Yalnız heyvanlardan Astarnov tərəfindən tut ipək qurduna poliplodiya tətbiq olunmuşdu. 21-ci sualda sadalanan orqanizmlərdən hansılar alimlərdən hansılar əsasən taxıl bitkilərin seleksiyası ilə məşğul olmuşdu? Remeslo buğdanın seleksiyasına məşğul olmuşdu. Ona görə biri seçirik. Sonra Lukyanenko'da buğdayla məşğul olmuşdu. Pustovoid günəbaxanın idi. Karpachenko xaçəklər fəsiləsinə olan kələm və turpun seleksiyasına məşğul olmuşdu. Michurin gülçiçəklər fəsiləsindən olan meyvə bitkilərinin seleksiyasına məşğul olmuşdu. Şekildun və Mamontova da taxıllar fəsiləsinin nümayəndələri ilə məşğul olmuşdu. Ona görə cavabımız 1, 2, 6 və 7. Cavab A variantı. 22-ci sualda seleksiyaçı müəyyən bir əlamətə görə seçmə apararkən aşağıdakı dəyişkənlik formalarından hansı onun işində çətinlik törədə bilər? Nisbətli dəyişkənlik və yaxud biz buna korrelativ dəyişkənlik də deyirik. Çünki bir gen bir neçə əlamətə təsir göstərdiyinə görə, məsələn, quşlarda boynun uzun olması, ətraflarında uzun olmasına səbəb olur. Bir neçə genin təsir etdiyinə görə bu seleksiyaçının seleksiya işi aparanda çətinlik törədə bilər işinə.
23-cü sual. Ən çox hansı bitkinin seleksiyası zamanı kütləvi seçmə tətbiq olunur? Kütləvi seçməni biz çarpaz tozlanan bitkilərə tətbiq eləyirik. Ona görə burada çarpaz tozlanan bitkini seçəcəyik. Noxuddur, lobyadır, arpa, buğda. Bunlar öz-özünə tozlanan bitkilərdir. Amma çovdar külək vasitəsilə tozlandığına görə biz bunu kütləvi seçmə yolu ilə tətbiq edilir. Hətta çovdarın viatka sortu kütləvi seçmə nəticəsində yaranmışdır. 24-cü sual. Seleksiya işində hansı bitkilərdə irsi dəyişkənlikdə homoloji sıralar qanununun tətbiq daha yaxşı nəticələr verər? Homoloji sıralar qanunu Vavilov gətirmişdi elmə. Ona görə genetik cəhətdən yaxın olan növlərə bunu tətbiq eləmək olardı. Biz indi burada genetik cəhətdən yaxın olan növlərə baxılacaq. Noxud və kələm ayrı-ayrı fəsilənin nümayəndələridir. Çovdar və çoğundur. Bunlar biri bir ləpəlidir, biri isə iki ləpəlidir. Turp və yerkökü ayrı fəsilənin nümayəndələridir. Ancaq buğda və çovdar taxıllar fəsiləsinin nümayəndəsi olaraq bunlara bu homoloji sıralar qanunu tətbiq etmək olar. 25-ci sual. Bioloji uzaq hibridləşməyə aid olmayan hibridləşmə hansıdır? Variantlara baxaq. Ərəb minik atı və Danimarka ağır yük atı. Bu aid deyil uzaq hibridləşməyə, çünki Orlov-Löfəm atının alınmasında Ərəb minik atı, Danimarka atı, sonra Hollandiya atından istifadə olunmuşdu, döllü nəsil verirdi. Amma yakla iri buynuzlu qara mal bu qaytaq alınır. Sadəcə dişiləri döllü olur. Uzaq hibridləşmə nəticəsində alınıb. Kələm və turp uzaq hibridləşməyə aiddir. Buğdar və çovdar tritikale idi. Arxar, merinos bunlar uzaq hibridləşməyə aiddir. 26-cı sualda bitkilərdən hansının seleksiyasını çox vaxt fərdi seçmə ilə aparırlar. Yəni burada öz-özünə tozlanan bitkini seçməliyik. Noxud öz-özünə tozlanır. Amma buradakı digər bitkilər isə küləklə tozlanan bitkilərdir. Qarğıdalı, çətənə, soyut, qovaq bunlar küləklə tozlanır və bunlara kütləvi seçmə tətbiq edə bilərik. Cavabımız A variantı. 27-ci sualda heyvan seleksiyasında yaxın qohum çarpazlaşmadan sonra adətən hansı tətbiq edilə bilər? Valideyn formalarının kütləvi seçilməsi, xeyr, bu aid deyil. Çünki yaxın qohum çarpazlaşma zamanı saf xətlər alınacaq. Alınmış müxtəlif xətlərin hibridləşdirilməsi. Bəli, bunu tətbiq eləyə bilərik, çünki saf xətlərə heterozis effektini artırmaqdan ötürü hibridləşmə, müxtəlif xətlərin hibridləşdirilməsini apara bilərik. 27-də B. 28-ci sualda bitki seleksiyasında saf xət yaradılması nəyə səbəb olur? Burada saf xət yaradırsa, homozigotların sayı artar. Ona görə hibridlərdə populyasiyanın yaranmasına, xeyr, poliplodiyanın yaranmasına, B. Homozigotların sayının azalmasına, xeyr, əksinə artmasına səbəb olar. Heterozigotların sayının artmasına, bu da deyil. Başlanğıc formada genlərin ilişikli keçməsinə, xeyr. Homozigotların sayının çoxalmasına, bəli. Saf xətlər homozigotların sayını çoxaldar. 29-cu sualda hansı resesiv zərərli mutasiyaların toplanma ehtimalı azdır? Burada biz öz-özünə tozlanan bitkiləri götürəcəyik. Niyə? Çünki resesiv zərərli mutasiyaların toplanması öz-özünə tozlanan resesiv əlamətli bitkilərdə bu əlamətlər yoxa çıxacaq. Çünki təbii seçmə nəticəsində onlar aradan çıxacaq. Buna görə mutasiyaların toplanması ehtimalı az olacaq. 29-da B variantı olacaq. Noxud, buğda və vələmir. Digərlərində isə mutasiyanın üzə çıxma ehtimalı olur. 30-cu sualda vətəni Aralıq dənizi olan bitki hansıdır? Aralıq dənizində kələm, turp, çuğundur, zeytun bu kimi bitkilər olur vətənin. 31. Heyvandarlıqda əlamətlərin möhkəmləndirilməsi məqsədli aparılan yaxın qohum çarpazlaşma adlanır inbreeding. Bitkilərdə isə biz buna öz-özünə tozlanmaya, saf xətlərin yaranmasına, məsələn, fərdi seçməni aid edə bilərik.
Sonra 32. Kartofun mənşə mərkəzi. Kartofun vətəni Çili və Perunun dağlıq əraziləridir və mənşə mərkəzi olacaq Cənubi Amerika. 32-də B variantı. 33-də hibridləşmədə irsi qanunluqları ilk dəfə olaraq müəyyən etmiş alim hibridləşmədə Mendel və Morgan olmuşdur. Bunu genetikadan bilməliyik. 34-cü sual. Məməlilərin seleksiyasına müvəffəqiyyət əldə edən alimlər. Lukyanenko, Remeslo bunlar taxıllarla məşğul olub. Kıpriçnikov balıqdır. Remeslo yenə buğdadır. Lusis Butarin Arxarmerinosu, Ivanov isə donuz və Askania rambulesinin yaranmasını, yəni məməlilərin sinifində məşğul olmuşdur. 34-də D variantı. 35-ci sualda. Gülçəklərin seleksiyası üzrə uğurlar qazanmış alim. Gülçəklər fəsiləsində meyvə bitkiləri üzərində tədqiqat aparan, yəni seleksiya işi aparan Miçurin olmuşdu. Onun bir sıra qış beresi, berifler kitayka sortları yetişdirmişdi. 36-cı sualda mürəkkəbçəklərin seleksiyası üzrə uğurlar qazanmış alim Pustavoyt olmuşdu ki, günəbaxanla yağlılığını artırmışdı. 37-də ev heyvanlarında zərərli əlamətlərin üzə çıxma ehtimalı artar. Bu zaman homozigotluq artandı. 38-ci sualda. Saf xətlər arasında hibridləşmə aparan zaman hansı dəyişkənlik meydana çıxar? Kombinativ dəyişkənlik meydana çıxar. 39-da uzaq hibridləşməyə aid olmayan birləşmə. Buğda və çövdar uzaq hibridləşmədir. At və eşəkdən qatır alınır uzaq hibridləşmədir. Bir güvənli dəvə, iki güvənli dəvədən uzaq hibridləşmədir. Arxarmerinos uzaq hibridləşmədir. Lakin sarı belflerlə kitayka bu Miçurin aldığı yeni sort idi. Ona görə bu döllü nəsil olacaq. 39-da C. 40-cı sualda seleksiya nöqteyi nəzərindən yaxın qohum çarpazlaşmanın müsbət cəhətidir. O zaman istənilən həmin əlamətlərin möhkəmləndirilməsi olduğuna görə baxaq. Homozigotların azalması. Xeyr. Bu daha da homozigotun artmasına səbəb olar. Heterozigotların artması, xeyr, əksinə azalması, təsərrüfat əhəmiyyətli əlamətlərin möhkəmləndirilməsi. Bəli, bu aiddir. Sonra 41-ci sualda əgər bitki sortu poliploidə çevrilərsə, nə kimi dəyişkənlik baş verər? Normalda bizim bu günlərdə yəni istifadə etdiyimiz meyvə bitkilərinin çoxsu poliploid formalardadır. Və poliploidə əgər yaranırsa, demək bitkinin məhsuldarlığı artar, çəkisi, görünüşü artar. O zaman meyvə və toxumların kütləsi azalar ifadəsi yanlışdır. Homozigotların sayı artar, bu da yanlış ifadədir. Dölsüz və az məhsuldar fərlərin sayı artar. Əksinə, məhsuldarlıq artar. Burada dölsüz formanın sayı artar aid deyil. Çünki poliploidiyada məhsuldarlıq artır. Cavabımız D variantı. 42-ci sualda heyvanlarda uzaq hibridləşmə nəticəsində hibridlərin həyat qabiliyyəti aşağı düşür. Əksinə, hibridlərin həyat qabiliyyəti yüksəlir. Niyə? At və eşəyin, belə deyək, cütləşməsindən alınan qatır, hibridləşməsindən daha doğrusu, alınan qatır daha da həyati keyfiyyətlərə malik idi, dözümlüydü. Həm atın, həm eşəyin yaxşı keyfiyyətlərini özündə saxlamışdı. Bu misaldan baxsaq, hibridlərdə heterozis effekti müşahidə olunacaq və onlarda həyat qabiliyyəti artacaq. 43-cü sualda və 14 xromosomlu bitkilərdən alınmış, dölsüzlük Karpachenko metodu ilə aradan götürülən hibridin mərkəzi hüceyrə və yumurta hüceyrəsində xromosomların sayı nə qədər olar? 2N-in 12, 2N-i 14-dür. Bunlardan qamet alanda 6, digərindən qamet alanda 7 eləyir. Və biz bunların hibridindən 6 və bizdən nə soruşur? Hibridin mərkəzi hüceyrə. Mərkəzi hüceyrəsi bunun olacaq 6 və 7 toplayanda olur 13. 13'ü çünki bu 2N'dir də 2 dəfə artıranda 26. Yumurta hüceyrəsi isə olduğu kimi
həmin 26-nın yarısı 13 olacaq. D variantı. 44-cü sualda 16 və 20 xromosomlu diploid bitkilərdən alınmış və dölsüzlüyü Karpachenko metodu ilə aradan götürülən hibridin mərkəzi hüceyrə və yumurta hüceyrəsinə xromosomların minimum sayı nə qədər olar? 16 bir bitkinin xromosomudur və qameti 8 eləyir. Digərini isə qameti 10. 8 və 10-u toplayırıq. Bu 2n 18 eləyir. 4n-i eləyəcək 36. Deməli, bu canlının mərkəzi hüceyrəsi 36, qameti isə, yəni yumurta hüceyrəsi isə 18 eləyəcək. Cavabımız C variantı. 45-ci sualda. Seleksiya yolu ilə alınmış bitkinin kök, yarpaq, kəsə yarpağı, sperm və endosperm hüceyrələrinin hərəsindən bir hüceyrə olmaq şərti ilə xromosom yığımlarının cəmi 30n olarsa bu bitki. Deməli, gəlin bunun xromosom dəstini hesablayaq. Kök hüceyrəsi 2n malikdir. Üzərinə gəlirik. Yarpaq hüceyrəsi x-la işarə eləyək. Yarpaq hüceyrəsi də 2x-dır. Spermi, kəsə yarpağı 2x-dır. Spermi x-dır. Üzərinə gəlirik endosperm, yəni 3x qədər. Bərabər eləyirik 30-a. İndi bu x-ları toplasaq 30n-ə. 2, 4, 6 və 4. 10 x bərabərdir 30n-ə. X bərabərdir 3n. Deməli, bu canlının qameti 3n-dirsə, özü, yəni diploid sayı 6n imiş və bu heksaploid bitkidir. Cavabımız Y variantı. Seleksiya yolu ilə alınmış bitkinin kök, gövdə, ləçək, yumurta və endosperm hüceyrələrinin hərəsindən bir hüceyrə olmaq şərti ilə xromosom yığımlarının cəmi 20n olarsa, bu bitki, indi yenə baxaq. Əgər kökdürsə 2x, üzərinə gəlirik. Gövdə 2x, üzərinə gəlirik. Ləçək 2x, yumurta x, üstə gəl endosperm 3x-ə. Bərabər eləyirik 20-yə. Buradan 10x bərabərdir 20-yə n. X bərabərdir 2n. Deməli, bu canlının qameti 2n-dirsə, bu canlının hüceyrəsi 4n-də. Bitki hüceyrəsi. O zaman tetraploid bitkidir. 46A. 47. Seleksiyaçılar buğda bitkisinə fərdi seçmə metodunu tətbiq edir. Çünki buğda öz-özünə tozlanır və öz-özünə tozlanan bitkilərə biz fərdi seçmə metodunu tətbiq edə bilərik. Cavabımız B variantı. 48-ci sualda seleksiyaçılar çovdar bitkisinə kütləvi seçmə metodunu tətbiq edir. Çünki çovdar külək vasitəsilə çarpaz tozlanır. Cavab D variantı. Çarpaz tozlanan bitkidir. 49-cu sual. Təbiətdə hansının növlərinə rast gəlinər? Arxarmerinus rast gəlinməz. Çünki arxarmerinus uzaq hibridləşmə nəticəsində alınıb. Bester də uzaq hibridləşmə nəticəsində alınıb, qatırda. Ancaq təbiətdə arxarın növlərinə rast gələ bilərik. 50-ci sualda təbiətdə hansının növlərinə rast gəlinər? Biz buradan uzaq hibridləşmə nəticəsində olan canlıları çıxırıq. Bester, qatır, arxarmerinus ancaq qabanın növlərinə rast gələ bilərik. 51-ci sualda təbiətdə hansının növlərinə rast gəlinməz? Deməli, uzaq hibridləşmə nəticəsində alınanın növünə rast gələ bilmərik. Ördək, nərə, göyərçin və antilopa rast gələ bilərik. Amma qatır uzaq hibridləşmənin nəticəsidir. 52-ci sualda təbiətdə hansının növlərinə rast gəlinməz? Çöl göyərçini, göy balina, yaşılbaş ördək, vəhşi boz qaz, bunlara rast gələ bilərik. Amma Berkşir Askaniya donuzu seçmə nəticəsində yaranıb. Ona görə 52-də B variantı. 53-cü sual. İnsan tərəfindən alınmış 2 balıq cinsidir. Deməli, Besteri uzaq hibridləşmə nəticəsində alınan və Roşa karp cinsidir. Bunlar seleksiya nəticəsində alınıb. 54-cü sual. Çiçək düsturu fəhsilənin tipik çiçək dusturundan fərqlənən, meyvəsi dən meyvə olan yüksək məhsuldar bitki sortlarına hansı alim yetişdirmişdir?
Burada söhbət qarğıdalıdan gedir. Çünki qarğıdalının çiçək düsturu, iki cür çiçək düsturu var. Erkək çiçəyin ayrı, dişi çiçəyin ayrı. Və meyvəsi dən meyvə dediyinə görə biz burada qarğıdalını nəzərə alırıq. Və qarğıdalının sortları ilə, məhsuldar sortları ilə Xaçinnikov məşğul olmuşdu. 54-də A variantı. 55-ci sualda süpürgə və mürəkkəb çiçək qrupuna malik bir evli bitkinin yüksək məhsuldar sortlarını hansı alim yetişdirmişdir? Yenə söhbət qarğıdalıdan getdiyinə görə Xaçinnikov olur. 56-cı sualda bitki seleksiyanın nailiyyətlərini verib, buğda sortu, qarğıdalı və günəbaxan. Buğda sortu ilə Lukyanenko ola bilər. Pustavoid ola bilməz, çünki günəbaxandır. Xaçinnikov ola bilməz. Burada Lukyanenkoları seçirik. Qarğıdalı sortu ilə Xaçinnikov. Günəbaxan sortu ilə isə Pustavoid. Deməli, burada cavabımız A variantıdır.